Dostlar, bugün sizlərə televizorda kanallar necə yığılır, bunu öyrədəcəm. Menüyə daxil olursunuz. Belə bir yer gələcək. Buradan kanallar bölməsinə daxil olasınız və aşağıdakı bölməyə vurasınız. Buradan buraya gələcəksiniz. Türksatı seçəcəksiniz. Türksat məndə seçilib. Sonra B'ye gələrsiniz. Buradan kanallar seçəcəksiniz. Hansı kanal istəyirsinizsə oranın Astra 2'ni tapın, Astra 2'ni koyun. Astra 2. Sonra çıxın buradan. Gəlin C'ye. C'ye də Astra, Amazona 3'ü qoya bilərsiniz istəsəniz. Buradan da çıxın. D'ye qoyulub. Sonra avtomatik skanerovaniya basasınız, kanallar avtomatik yığılacaq. Təxmini bir yarım saat, belə 45 dəqiqə çəkəcək. Kanallar belə yığılır. İzlədiyiniz üçün çox sağ olun. Sağ olun, salamat qalın.